Biriləri də bu dəri dilinin konusunda belə düşünür ki, nə işə yarayacaq? Mənə nə ki bu dil hardan qaynaqlanıb? Bu mənə bir mühacim dildir. Doğrudur. İndi bu zaman sən deyən düpədüz doğrudur. Amma onların ağlında işlədən bir şeyler var. Kəsrəvinin bomboş bir teori ortaya attığı bizi neçə illər çabalatdı. Doğru değil mi? Buna biraz düşün. Sen bununla neçə ildir güləşisən. Bütün çalışanlarımız ne kadar bizim zamanımızdan, enerjimizden bu aldı, bu teori, bu yalan, bomboş hiçbir şey üstüne kurulan. Ama biz burada indi dəri dilinin qoşulmasının Türk tərəfindən çox yoğun, çox ağır qanıtlara görə yürüdürük. Yani belə deyil ki, mən elə meydədən bir şey atam, kəsrəvi kimi deyəm ki, 4 dənə məsələn burada kət filan danışır, buna görə filandır. Əqəlliyyət görə, azınlığa görə ki, hər yerdə, hər bölgədə, ölkədə bulunur. Yani azınlıq hər yerdə var. Sən onları köprü edib bu şivə ilə yola çıxsaq, onda bütün dünyanı Türkçe eləyə bilirik. Niyə? Çünki hər yerdə bir Türk azınlığı var. Doğru değil mi? Yaxşı, bu teoride bax biz nə qədər özümüzü, gücümüzü boşuna ortaya koyduk. Doğrudur. Və savunma, difada olduq. Savunma. Amma indi Türk imperatorluqlarından bir dil ortaya çıxıb, Türkün puluyla, Türk alimləriyle sən bunları da boşlamayacaqsan, sən bu alimləri də seçəcəksən qucağıyan, əsərləri də seçəcəksən qucağıyan. Çünki bu dil Türkcədir. Amma onu da orada saxlayacaqsan. Bunun doğuluşu Hindistandır. Mənə nə qədər, məsələn, Qazax əzizdir, bu dildə o qədər əziz, çünki yoxunluğumuz o qədərdir. Yani məsələn, Uyğur, çünki dil olarak mənə daha yoxundur, bir ailədən Oğuz ailəsindəndir, Azərbaycan Oğuz ailəsindən olaraq. Pəs bu mənə daha yoxundur, ta dəri, ta Qazax. Qazaxla məsələn dəri bizə aynı məsafədə, aynı uzaqlıqda. Bu düşünce ortaya gəlincə, bir tərəfdən də baxsın görsən sömürcə gəlib buraya bütün kafaları qarışdırıb və bunların bu boşaltdığı zəhiri əgər biz almasaq, əgər çıxartmasaq bu toplumdan, bu toplumu bir yerdə silkələyib yerə atacaq. Kesinlikle bu cürdür. Kesinlikle bunlar plan koşmuşlar. Bunlar plansız değil, bunları kullanacaklar. Necə məsələn bir sıra qəhrəman tay birilərin böyüdüblər, qoyublar sirkəyə. Bilirsən də kimləri deyirəm. Ayaqları falan sınır həbsxanədə. Sonra çıxır eşiyə görür, xəstə olmayıb. Bilirsən, əkslər salınır, bilərsin, Səttarxana bənzədirlər filan. Bunlar hamısı bir prosesdir. Bunun sonra çıxacaqlar, Türkçədən çıxacaqlar, kullanacaqlar. Və bu konuda böyük bir plandır. Çox böyük bir plandır. Bu etkisiz halə gəlməsə, çox biləmizi yaxalayacaq. Ona görə bu ideolojinin anti-ideolojisi lazımdır. 100% işləməmiz gərəkir və hər tərəfin onun düşüncəsini, hər tərəfin anlayıb sövməmiz gərəkir. İndi bax biraz qafa qarışdırıcı olabilir. Amma diqqətlə mənim özümə də, çünki bu konunun içindəyəm. Bir də məsələn gəlir yox, Farsın şəcərəsi sıxdı. Hansı Fars? Farsi ki burada bir tarixi var idi. Görsənir, məsələn, nəqşələrə baxanda o məntəqə Fars adı var. Onun bir xalq oluşturub. Orada bir xalq var. Bunlar 100 il bundan qabaq, 100 il bundan sonra ilə fərqli oldular. Məsələn, Əşkanilər kimin ki İşkuzdur.
İskit deyirlər onlar dillərində, Saka da deyilir. Bunların hamısı birdir də. Saka, Alpar Tunqanın doğru bəri bəsatım ki, Paziriç halısın, qalısın, qalıb biləmizə. Bunları bir gecədə gəldilər, oldular İrani. İranı nə mənədir? İranı bir sıra dilləri yığışdırıb, bir üç hindi dil gəlib qatışdırıb dəri dilinə, bunları da eləyib bir dənə təzə toplum İrani dillər. Yəni İran öz içində keçən nəmhardaydı, Osturələrdəydi, vaqiətdə yox idi filan. Bir dənə oldu, bir dənə ölkədir. Ondan sonra gəldi bu Osturələrdən çıxan bir şey ki, Türkün Osturələridir, Türkün qoşmalarıdır. İran, Turan, İrəmək, Türəmək, Türkün ikililiğindən çıxıbdır. Necə ki, məsələn, qərə, ağ, ikili politikada, siyasətdə gərəkli bir qonudur. Bunu yaşatmasan, davam etdirəməsən, hökumət etdirəməsən. Və bu ikilikdən və bu düşüncədən bir isim aldılar. Bu ismi için dəyişdirdilər. Yəni için boşaltdılar, fəqət bir qabığı qaldı. Necə ki, Zərtoşluqda da bir dənə qabıq var ki, bunu da qabaqca görürük, bu Burankıdır. Məsələn, Həzrəti İbrahimin ləqəbidir. Bilmirəm, burada şeirdə ona işlənib İbrahimi, amma bu ki, Zərtoşdur ki, deyirsən ki, içərisi Hinduizmdir. Bir açıb oxusan Hinduizmi, baxsan görürsən hamısı Hinduizmlə bu Zərtoşdur. Fəqət Zərtoşdun bir dənə qalibi, bir dənə üzü fərqlidir. Görürsən ki, bu hamısında var. Pəs bunlar bir dənə maska ehtiyacları var idi buraya geçməyə. Pəs buradan nə var idi? Çalıblar. İndi Paris'in özü də gərək arındırıla. Arındırmağı bu cürdür. Çəkil qırağa bunun kimliği, kələməsi budur. Ərəbcədən desən, bu bölgənin adı Fars ben Masurdan alınıb, budur. Fərəs, Faris, Firasət, etimolojidən baxaq, görək kitablarda kim buranın adını qoyub, ərəb adından qoyulub. Sonra bunların kimliğini axtar. Gəldi, geçdi, bilmirəm, Batı qaynaqlarına, Batıda belə deyirlər, Batıda elə deyirlər, bu məsələn böyük, onları heç atacaqsan, biz sömürgənin qaynaqlarının bir işimiz ola bilməz. Yəni cahillikdir, sefalətdir. Sən gəlib burada qətlam edən xalqı başına mindirəsən və onun nə dediyinin yayasan, onun nökərçiliğindən sonra bir şey deyil. O qaynaqları heçə sayırıq, qayıdacaq öz qaynaqlarımızı ki, qaynaqlarımızda tapacağıq. Necə ki, Əbu Reyhandan, Təfhimdən çıxdı eşiyə, Kuruş, Samid çıxdı eşiyə, zadın Paris'in gəldi şəcərəsi dedi, yafisini olun, Amur'un evlatlarındandır. Ya da ki, Pəhləv ki deyilir, Pəhləv ibn Sam uşaqlarının biridir. Bala bunların hamısı qafa qatışdırıcıdır. Çünki bunları da özləri qatıblar bir-birinə. Pəhləni bir yerdə gəlib deyib, Pərsüvədir, nəm İranın şimali şərqində, Xurasanda, bir yerdə gəlib deyib, nəm İsfahandır, Azərbaycandır, bu bölgələrdə, bir yerdə hataram qatıb qatışdırıb, tüm bunların bir amacı da bu qarışımlıqda bir kişinin anlamamasıdır. Nəyin doğru, nəyin yanlış olması. Çünki qafa qarışınca deyirsən elə bizzət alım qaçım. Bunların bir amacı da bu sofistike, bu qarma-qarışıqlıq, qalabalıq yaratmaqdan budur. Bunları bir qırağa ötürüb öz nəmlə qoşuruq yavaş-yavaş. Əgər düzdür oxur, bunu qoyaq yerinə. Əgər oxumur, ataq qırağa, o pisə gəldi. Əgər o təzə gələn bilgilər daha uyğundur, o pislərlə daha pəs bir dənə çərçəvənin içində
bir-birindən harmonide olan bütün bilgiləri toplamaq lazımdır. Tarixdən, dildən, bilmirəm, sanatdan, hünərdən, hamısından ki bir-birindən oxusun. Ondadır ki, bunların tamam boşluqları üzə çıxacaq. Necə ki bu yolda gedirik. Dil bilimcindən çıxmışıq yola, hər nədən baxırıq. Tarixdə nəmlələr yazılıb, onları çıxadırıq. Diriq ağ şəcərəyin ver, soyaq ağacın ver. Və bunların anlamağı, baxın, bir şey var idi burada. Ki Hindiyə heç ilgisi yoxdur. İndiyə qədər son 200-300 ildə Hindilərin girişi bu ölkəyə səbt olunub. Çünki geçmişdə buranın doğusunda var görünür azıcıq. Çünki normal bir şeydir. Bir xalqlar bir yerdə yaşırlar. Onlar başlarlar bir seri azlıq, qıtlıq düşər, həyatları təhlükədə olar. Onlar başlarlar öz canlarını qurtarmağa falana filana bir yürüyüşə və dağılarlar azdan çoxdan da. Bu bir dənə normal bir şey. Və bu Hind mədəniyyətindən, Sind çayının mədəniyyətindən də biriləri ətrafa dağılıb. Amma bu ölkənin ortasında bir böyük quruluq var ki, o qoymayıb çox adam oraları geçə. Məsələn, ta Məhəmmədxan Bəluç Nadir tərəfindən hakim olmamışdı Çarməhəl Bəxtiyariyə, o ətrafa. Birahuidən heç kəs keçməmişdi bu tərəfə. İndi ki Zagros xalqları falan deyirlər. Bir tərəf ki lorlardır, Şamatdan gəliblər. Bir tərəfdə ki bəllidir, orada Birahui məntəqəsində zat Birahuidə, Bəluçistanı, Tribes of Baluch, orada kitabda bunlar dərc edib dənə-dənə. Kurmancıdır, Suranidir. Bunların hamısı Hinddən gəlmədi. Orada bir yeri yığışdırıblar biləsin. Və bu kitabdakı Bəluçistanın qəbilələrini seçdirib. Birahuidə buzurdu. Neçə yüz qəbilə var. Bəluçlar bunlar yığıblar bir yerə. Çünki ayrı yerdən gəliblər, özgədilər. Amma da çünki orada bir ortamda yaşırlar. Dilləri də yaxınlaşıb. Çünki kökləri də biridir da. Azıcıq. Və bunların hərəkəti buradan başlayıb. Və ondan öncə bizim başqa bir yerdə görünmür. Yəni məsələn, Aryai falan deyilişi büsbütün yeni bir qoşmadır. Çünki bizim heç kitabımızda, heç şeirimizdə, heç qaynağımızda Aryai adında bir şey səbt olunmayıb. Necə ki, məsələn, Kuroş yox idi, çünki bir şəxsiyyət də idi. Yazılar, məsələn, filan olar. Tərəf ölür, İmparatorluq dağılmır. Bomboş bir şeydir da, doğru değil. Əgər imperator ölsə, onlar gəlib basıb və o imparatorluq qutular. Bundan başqa bir bəklentimiz olmaz, değil mi? O qədər kal olasan ki, buna göz yumasan ki, məsələn, nəzir oldu və sənin imperatorun öldü, heç də olmadı. Nəzir olacaq indi imperator yox, onun başını kəsdi, onlar da ki, qazandılar da savaşı. Neyəcə, biz qazandıq, qadası. Da bağışlayın da biz kəsdik elədik. Bu bizə tarixdə yoxdur ki, bir şeyi, bir şahı öldürsələr, opsi gələr bunu basar. %100 basar. Yəni bunun əksinə bizə deyiliş, yəni kağıda soğuşdurublar. Gəldik buraya. Bu hindilər biraz normal halətdə bu Məhəmmədxan Bəluç qonusundan falan filan başladılar yürüməyə, bu coğrafiyaya keçişə. Amma en böyük göçləri bu İslam Hinduizmin çalha-çalında ki İngilis yarattı. Və yəni böyle bilələri müsəlmanlar böyle biraz Hindistandan ayrı bir parçasında Hindistanda saxlayır ki, onları asimilə ilə 200 milyon indi müsəlman qalıb Hindidə. Və bu tərəfdə 400 milyon Pakistanda. Çünki bunların gücləri bir olanda bu tərəflə əl birliği edilir, Türk-Ərəblə bir İslam birliği qoşulur, o tərəfi də alırlar əllərini. Çünki 1000 il o cür olub. Yəni ordu dediyimiz bizim İslamın ordularıdır orada. Ordu xalqın yaradıb. Və buna görədir ki, onlar bu hərəkəti orada etdilər. Onu böldülər və bu bölmək
civarında bunlar bir göstəri başladılar. Açlıq, öldürmə falan bu canların boğazlarını alıp çox da müsəlman. Düşdülər yollara, gəldilər, bir siriləri keçdilər. Şumala falan ki var, adları var, Hindukola filan. Oralarda geçmişləri o Tapuristan bölgəsində xalq tərəfindən bilinir, görünür, deyirlər ki, bunlar bu zaman gəliblər, müstənədat var, filmlər var çəkiliblərində və məsələn Zahidən xətti var, niyə Pəhləvi gəlib 10.000 dənə döktür mühəndis gəldi Hindistandan, bunların hamısı nədəni var ki, bunları niyə akıtdın buraya və bu yeni koloni bir iddə xalqa ehtiyacı var idi ki, təzə qoşulan dastanları kip tutsunlar. Çünki kimlikləri yox idi. Çünki hardan gəldiklərini də bəlli etmək istəmirlər. Pəs bu qoşulan dastanlar sağlanacaq. Kimin sayəsində? Siyahiləşər. Bərnamədir, plandır da. Orada gətirəcək, bastıracaq buraya, burada qalırsan, tamam. İndi bunlar ki, müsəlman olduqları için öldürülürdülər. Oradan qaçdılar, gəldilər burada müsəlmansızlaşdılar. Dedilər ki, filan. Gene de döndülər Hinduizmə, Zərtoşluq adından ki, o hazırlamışdı. Niyə? Çünki onların mozdurları, nökərləri orada. Onlar başladılar buranı ələ keçirməyə. Oradan müstəqim məmuriyyət göndərdi, kitabları filan zadı Bəmbəydə, o tərəfdə yazırdılar, göndərdilər Pəhləvi adına. Çox işləri orada gördülər. Parsiyə, Hindistan filan adını qoyub. Yani bu mason dastanların biraz bunlar yani ayarlayan, o da bərnamə verir. Mason kimdir? Orada temsilcisi de bərnaməni yazıb, nə eləyəcəksən, o da döndərir məmləkətdə yeridir. Və belə bir durum var. Yani bunlar geçmişdə geçişləri görünmür. Və en son geçiblər və bütün nə varsa Pars dedikləri ki, bunları o qədr baskı ilə özlərinə sahib durublar ki, bazen şərt oluruq biz, çəkirik onun ki, çünki elə hey ondan eşitmişik. Amma bunu bir bozmaq lazımdır. Bu durumu, xeyr, mən bunu ağıl məntiq olaraq görürəm ki, sənə aid deyil. Görürəm ki, bu mənəm burada, pəs yoxun düşsə çalacaqsın ağzından. Sasani məsələn dediğin kimi. Deyəcəksən sənin hanı şəcərən, hansı şahın, məsələn Türkzad kimin bir adı var, deyəsən Farszad falan. Ki deyəsən, əslən Farsın özü deyəsən səninlə nə əlaqəsi var? Farsın özü ki, burada şəcərəsi budur. Ya Samidir, ya Türkdir. Ki göstərir bu ölkə əslən Türklə Ərəbinkidir. Ya Kuroş deyirsən, bu da ki bir dənə Samidir. Əbu Reyhan yazıb. Belə. Pəs sən kimsən? Mən İraniyəm falan desə, İran haradır? İran hardan çıxıb? Əvvəlimci zaman kim adın qoyub İran? Harda deyilib? Hansı xandan? Anlamı nədir? Bunların hamısı Şahnamədə deyilib. Şahnamənin gətir şəhərlərin dənə oturaq baxaq. Haradır bu İran? Niyə oradan sürüklənib gəlib buraya? Bunların hamısı. Niyə Şahnamən bu qədər dəyişdirilib? Bu qədər yanlış, yalan soxuşdurulub? Bunların hamısının gərək ortaya tökək. Gərək bərabər bir zamanda sənin dilində hanı o düşündüğün, o hükümet qoşduğun, o xəyallara uçduğun mədəniyyətdən bir iz. Hanı sənin izlərin? Hanı sənin qoşduğun şaha bir kələmən, qoşduğun mədəniyyətlə bağlı bir iki kələmən, qoşduğun bir yapıya görə bir 4 kələmən? Hani səndə bir 5 kələmə bulunmur? Yani dil konusunda, dil bilim konusunda da baskı. Şəcərən hanı baskı, tarixdə hardasan baskı. Niyə? Çünki bunlar
canımıza bəladılar. Bunlar manqurtlaşmış bir yanlış falsife olunmuş zihniyetle canımıza bəladılar. Bir ideolojik silahdılar bunlar. Bunlar etkisiz hale gəlməsə bizə çox böyük təhlükədir. Onun için məntiqə yanalı uzaq olaraq məsələn nifrətdən nə qədər eləyə bilsək dostluqla, nə qədər gülməklə, mən özüm hərdən aşırıram, gülməyə filan çox çəkirəm, amma da bəzən istəyirəm ki, lazımdır, bəzən də aşırı olur da, o qədər də lazımdır. Amma da neyinə vaxtda, bu bir zihinsel savaş, adam bəzi vaxtlar da doğrudan çəkə bilmir, yəni yanıt vermir. Öyle bir duruma gəlir. Onda da çünkü bir konudur ki şuur yoxdur. Yəni bu iddia, mədəniyyət filan zad eləyən görürsünüz də, gələn gedən söyüşlə, o bu çert. Yəni bunları bir doğru, düzgün bir şekilde yenmək, buna ehtiyac var ki, əvvələn biz Türkün kim olduğun doğru düzgün yayaq, Türkün dilindən tut, dil bilimindən, dilimiz nə qədər güclüdür, onu hiss etdirmək, çeşitli yollarla tariximizdəki necə hökumətlər, imperatorluqlar, dünyanın hər bir tərəfində nələr etmişik, o özgüvən hissi ki, öldürülüb onu geri döndərmək. Bizim en böyük savaşımız, qoy burada qalsın, özgüvənə geçsin, bunu biraz çox da açışdıraq. Bizim en böyük savaşımız hələ də bu ölkədə Türkün özgüvənidir. Bax, sən bizzətlər bilirsən, yaxşı sən araşdırırsan, indi burada bahəm danışırıq, ortaya tökürük bildiklərimizi, sən bilirsən, amma çoxu hələ o qədər kanalizədir ki, getmir bilgilərin dalısıca. Deyibə ki, o qaranlıq bir şeydir, türklük ötür qoy getsin, çetdir. Hələ bu düşüncə var, çünki özgüvəni öldürüblər orada. Ona görə mən bəzi zamanlar fəqət özgüvənə halovlandırmaq baxışı ilə keçirəm. Onu fəqət açmaq. Yəni çox dərin danışmağa, çox detaylı danışmağa gərək yox. Sən o özgüvəni dirit, o özü düşəcək, axtaracaq, oxuyacaq. Sən o özgüvəni düşün. Özgüvəni necə diritmək olar? Çünki hər nədən çox, bax, alt bilinçdən, subconscious'dan bizi Türk olmağa qarşı ki hala devam edir. DNA filan zat yalanlarıyla bu məsələlərlə hala bu zihinsel savaş devam edir. Hələ gəlir də, hələ dalısı kəsilməyib. Dalısı gəlir elə. Çünki bunlarla bizim bir savaşımızdır. Bu ortada bunlar bizim ayaqlarımıza dolaşan xırım-xırda bir şeylerdi, ama da bunlar da görə bir bərnaməyə qoymaq gərəkdir. Özgüvən qonusu en önemli konudur bütün konularımızın içindeki hamıdan çox. Bunu düşünəcəksən. Ağa, özgüvənimizi nə cür geri döndərə bilərik? Bax, bizim bir belə silsiləmiz var. Bu kadar güzel bayraqlarımız, bu kadar güzel simvollarımız. Bunların hələ heç birin, bir də məsələn ağ qoyunluda, qara qoyunluda o simbol nədir gökyüzündə, nə anlamı var, qəlb əqrəbdir. Yadımdan çıxdı doğrusu da məndə. O məsələn çox gözəl bir anlamda. Onu sən açıqla. Kim gəlib onu açıb? Baba bunu tək, bu imperatorluğun budur, bu cözüyə. Hər seri həməni tişrəlmə. Bir seri geç, məsələn, bir bayrağın aşına, bunun simgəsi budur, bunun simgədən çox biz zənginik. Simgə, simbol konusunda, tamğalarda biz çox zənginik. Bunlara dayalı hərəkət et. Mitolojini çək ortaya. Bu de umay, bu de mənim etkimi billənsin. Şamanistə görəcəksən ki, dünya sənin düşüncənin üzərinə düşüncələrin qoşub. Bunları da axtar.
bunları da aş, bunu deyiclə, bunu deyiclə. Yəni bunların hamısı bu özgüvənə lazımdır. Hərdən çıpcınla bunları, hərdən onların ağzının içindən çal. Özgüvənin qayıtsın. Sən kimsən? Yəni danışıqda sən öz göstərdiyin durumda da sən bu özgüvəni, türkün nə olduğunu göstərməlisən. Çünki bizi əziblər. Və bir əzgin durumdayıq və bu əzgin durumda bir başqa saxta kimliği bizdən üstün ediblər. O üstün edilən kimlik ki, burada bir heç yer yoxdur və təzə keçib bu coğrafiyaya, gəlib burada yer sahibi olub. Və sənin əgər özgüvənin olmasa, ondan hesab çəkə bilənməsən. Çünki hələ sən burada torpaq sahibi olduğunu bilmirsən. Bilmədiyin halda sən necə bu mülkün sahibi sənsən inanıb və inancının üzərinə ondan hesab çəkəcəksən. Yəni sən ta inanmayasan ki, baba, bu ölkə sənin qanın axıtılıb və sənin qanın üzərinə birilərin göçtürüb və başqalarına yurd edilib. Da bunu anlamazsan, doğruya da, doğrunu söyləməyə də, danışmağa da zəif danışasan, gücsüz danışasan, danışmaqlarda filan dedi, hərdən bir pay verəsən, deyəsən, hə, bu da səninki, bu da o cür bir şey deyil. Bura büsbütün Türk və Ərəb. Ondan başqa lorları tək biz görə bildik. Onlar da hakimiyyət gücünə varmayıblar heç bir zaman. Hətta gücləri olduğu zaman belə çəkiniblər özlərin vəkil və rəiyə. Məsələn, hələ deyək doğuşdan bu lordu filandır. Dirək gəlib özün başqa bir şey adlandırmayıb. Özgüvən qonusun çox önəm verməliyik. Büsbütün qonular. Burada nə varsa Türk, Ərəb geçmişidir. Nə desələr, Pars filan oldu, Behman oldu. Bir bölgə var, adı Sam. Fars ibn Sam'dan alınıb. Xalqlar burada Türk, Ərəb çoğunluq. Fars at sürənlər bölgəsi olaraq Qəşqailər en böyük at bəsləyicilər, türkəmənlər kimi və bütün türklər kimi biz bu dünyada türkləri əhliləşdirdik. Bu bir doğrudur. Qazaxıstanda ilk ortaya çıxıb Sakalarda, Saka türklərində. Sakalardan öncə və Sakalarda en yüksək durumuna yetişib. Və bunlara dayalı, yəni bu at sürənlər kimlərdir? Sənin ölkəndə, toprağında əsl adlar hardandır? Sən niyə gəldi? Bir dənə hökumət ki, bir də təzə siyasi dəyişimlərə, dünya düzəninin üstünə qurulan yanlış, saxta kimliklər, məmləkətlər, ölkələr, bunları da aşmaq lazımdır. Tək bu ölkə, bunların hamısı təzə qoşulub, bir senaryodur, bu bir dənə karakterdir. Oyuncudur, oyununa görə buna bir dənə rol verilib. Senaryoda bu yazılıb, bu eləyəcək, bu eləyəcək. Bu senaryoların büsbütün yazılıdır. Və bunu anlatmaq ki, bu zamana qədər dünyanın en böyük olayı dünya savaşıdır. Ondan öncə də axtarma. Əgər gördük, məsələn, çox uzaqlardan danışırlar, Ərəb filanını öldürdü, bu filanını öldürdü. Zihinləri oradan eşiyə çəkib bütün bu yeni olan olayları yoxunlaşdırmaqdır. Çünki olayları başqa yerlərə çəkmək də cəmaatın zehnini uzaqlaşdırmaqdır. Nə olduqlardan, nə baş verdiklərdən. Yəni sən bu yoxunluqlarda məşrutəyin dipdən, bucaqdan bilməsən, bilmirəm, bütün bu olayları, hərəkətləri, bir-birinə girişimləri bilməsən, bu sən 1000 ildə çarpışmaları dəqiq bir qısa bir şəkildə, bir üzəri olaraq bilməsən, necə gəlib çox eskilərdən danışıb, necə bir tarixə dayalı bir düşüncən olacaq ki, desin politikalı filanlı. Bir serilərimizdə var, deyirlər ki, əsən bunlar nə həyatımıza nə
ilişkisi var, bizə nə faydası olacaq. Bunların hamısı bir-birinə bağlıdır. İqtisadın, əgər fikir eləsən, iqtisadın bağlı deyil sənin diliyən, sənin düşüncəyən, sənin beynində, ideolojində nələr keçir, sənin hərəkətiyən. Bil ki, ehtiyacın var, çox oxuyasan. Yəni, bunların heç biri, heç bir zaman bir-birindən ayrı deyil. Əgər sənlə, ərəblə, türkün, məsələn deyək hələ türkün burada, bu məmləkətdə mənzur Türkiyənin filanın, arasını açsalar, yəni səni bədbəxtliğə sürüklürlər. Bunu tarixə dayalı bilgilərdən alacaqsan, bunu biləcəksən. Yəni sən iqtisadın, sən bir nəfər əgər izin verirsən ki, gəlib Osmanlı gəldi Təbrizdə filan bu yalanları, bu uyduruqları deməsinə əgər izin verirsən, iqtisadiyyən zərbə vurursan, kasıblaşdırırsan özün. Bu cür bir etkisi var. Çünki niyə? Çünki bizim yoxunlaşmağımız bölgədə en öndə gələn Azərbaycanın ekonomisi, Türkiyə Azərbaycana bağlıdır. Yəni özgür Azərbaycan parçamız. Və bunların hamısı bir anlamdır, bir bağlılıqdır. Pəs büsbütün Qəziyyəni beynimizdə gətirək və bütün açılardan keçək meydana, nə qədər çox eləyə bilirik, yığaq, yığışdıraq. Çünki bu günlər ağır günlərdir. Bilməyimiz en çox gereken zamanlar bu zamandır. Var olun.